Sabah Elnarə ilə davam edir. Azərbaycanda boşanmaların sayı pik həddə çatıb. Təbii ki, bir Azərbaycanlı kimi bu məni də narahat edir və təbii ki, Azərbaycan Ailə İnstitutu var və Azərbaycanın milli adət-ənənələri var, ailə dəyərləri var. Təbii ki, bunları dərk edən, bu ömür yolunu yaşayan insanlar bugün də var. Onlar üçün də çox ağır bir məsələdir bu mövzunu bu cür qəbul etmək. Amma faktlar var, statistika var. İndi isə 2023-cü ildə Azərbaycanda bağlanmış 56.314 nikahın 40%-na qədər boşanma olub. Bax, bu statistikanı sizə verirəm. 2022-ci ildə bu göstərici 25,8%, 2021-ci ildə isə 30,1% olub. Faiz ildən ilə artır. İnsanlar boşanandan sonra hər şey yaxşı olmur. Həm kişi, həm də qadın bir sıra psixoloji və sosial problemlər yaşayırlar və ən çox təsir dairəsi isə elə psixoloji olur. Və sosioloq Yusif bəy ilə davam edirik. Artıq onunla yəni müəyyən qədər bir müzakirəmiz oldu və müzakirəmizə Natəvan xanım qoşuldu. Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, ilin qadın yazıçısı Natəvan xanım Dəmirçioğlu ilə yanaşaq bu problemə. Sabahınız xeyir, xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Dinləyicilərimizi, tamaşaçılarımızı salamlayıram. Sizin bütün komandanı da salamlayıram. Təşəkkür edirəm dəvətə görə. Çox sağ olun. Natəvan xanım, təbii ki, ilk öncə böyüdüyünüz ailə, yəni doğulub böyüdüyünüz ailə, daha sonra qurduğunuz ailə, gördükləriniz, təcrübə Azərbaycan ailəsi ilə bağlı bəlkə də sizi kitab yazmağa da məcbur edib də, yəni ailə dəyərlərindən, Azərbaycan Ailə İnstitutundan. Bugünkü rəqəmlər, yəni boşanmada gənclərimiz evlənmək istəmir, boşanmaların sayı artır. Burada Azərbaycan ailəsi, ailə modeli təhlükədədir artıq. İstəyərdim bununla bağlı fikirlərinizi bildirəsiniz. Baxın, heç düşünmüsünüzmü? Təbii ki, düşünmüsünüz bu barədə. Bir çıxış yolu barədə heç düşünmüsünüzmü? Misal üçün, təklifləriniz nə olardı? Hardan başlamalıyıq? Nələri mütləq həyata keçirtməliyik ki, bu vəziyyət heç olmasa düzəlməyə doğru getsin? Bilirsiniz, biz dünyadan təcrid olunmuş şəkildə yaşamırıq. Ona görə dünyada bu proses gedir. Müxtəlif dövlətlərdə, müxtəlif xalqlarda eyni prosesi, eyni problemi yaşayırlar. Ona görə də biz qapalı bir ölkə deyilik, dünyaya açıq bir ölkəyik, sivil bir ölkəyik. Ona görə dünyadan təcrid oluna bilmərik. Və dünyada baş verən proseslər bu və digər dərəcədə bizə də təsir eləyir. Amma burada əsas məsələ nədir? Burada bizim üçün unikal nöqtə hardadır? Məsələ ondan ibarətdir ki, dünyanın bir çox dövlətləri və dünyada bir çox güclər var ki, nədənsə onlar ənənəvi dəyərlərə, bura milli mənəvi dəyərlərin bir çox həlqələri daxildir. Yəni, geyim mədəniyyətindən tutmuş, ailə institutundan tutmuş, sevgi münasibətlərindən tutmuş, çox bir məsələlərə nədənsə müdaxilə etmək, elə bil ki, sanki nüvəni dağıtmaq cəhdləri var. Bu nədən qaynaqlanır? Nədir? Bu başqa bir mövzundur, başqa bir problemdir. Biz bu gün bunun üzərinə çox da gəlməyək. Amma bu reallıqdır. Bunu heç kəs dana bilməz və bütün intellektuallar, bütün ziyalılar da bunu bilirlər ki, məsələ belədir. Və belə olan surətdə o unikal dəyərləri maksimal şəkildə qoruyub saxlamağa çalışmaq lazımdır. Əlbəttə, burada da çox bəsit yanaşa bilmərik ki, məsələn, əgər ailədə qadın narahatdırsa, hökmən dözsün, dursun və yaxud da ki, nənənəvi olaraq nənələrimizin dediyi kimi o evdən sənin ancaq meydan çıxacaq, bir də sən oradan çıxmayacaqsan kimi yanaşmırıq qətiyyən və qətiyyən. Sadəcə biz belə yanaşaq ki, birincisi seçimi edəndə çalışaq ki, doğru seçim edək. Yəni, seçim çox mühüm şərtdir. Amma ailəsini, üzr istəyirəm, ailəsini dağıdanları da yargılamırıq. Yəni, bu bir talih işidir. Bu bir qismətdir. Bu bir bəlkə də alın yazısıdır. Axır nədirsə, bizim iradəmizdən kənarda da kifayət qədər məsələlər
baş verir. Amma burada bizdən asılı olan nədir? Ailə həm də dözüm deməkdir. Ailə həm də fədakarlıq istəyir. Yəni bilirsiniz, güzəştlər olmalıdır da, tək tərəfli güzəştədir. İstənilən bir şeydə adaptasiya müddəti həmişə çətin olur. Görürsünüz, adicə iki məhlulu bir-birinə tökəndə də onun qarışmağı və bir məhlul rəngini almağı müəyyən zaman alır. İki rəngi bir-birinə qarışdıranda da görürsünüz ki, o bir müəyyən zaman istəyir ki, üçüncü bir rəng alınsın. Bax, bu mənada insanların bir-birinə uyğunlaşması hardasa müəyyən mənada zaman alır, nələrdənsə, nəyi qazanmaq üçün nəyisə güzəştə getmək lazım olur. Bax, bunun o orta qızıl xətti tapmaq məncə xoşbəxtlikdir. Biraz əvvəl seçimdən dediniz ki, seçimlər düzgün olmalıdır, amma bəzi ailələrimizdə də bilirsiniz ki, böyüklərin məsləhəti ilə qurulan evliliklər var və elə boşanmalar orada da özünü göstərir. Məsələ burasındadır ki, yəni Qurani Kərimdə də var da bu ki, siz nə vaxt ki gördünüz ki, hazırsınız, yəni evliliyə hazırsınız. Mən indi onu öz dilimdə deyirəm də, təbii ki, mən bir din ilahiyyatçı deyiləm. Bəli. Rəşid olmaq. Rüşd yaşı, bəli, rüşd yaşı. Yəni ki, hər şeyə hazır. Rüşd yaşının rəqəmi yoxdur. O sözün izahı odur ki, siz buna hazırsınızmı? Və bugün təbii ki, bizdə elə uşaqlar var ki, heç bunun dərinliyini bilmir. Valideynlər burada qərar verməlidir. Baxın, biz də Azərbaycan analarından da eşitdiyimiz sözlər olub da. Misal üçün, oğlan gəlib deyəndə ki, mən evlənmək istəyirəm. O deyir ki, sən evə bir çörək ala bilmirsən, nə evlənmək? Yəni, bəlkə də bu çox adi bir sözdür. Bəlkə də burada yumor da var, amma burada çox böyük bir həqiqət var. Razısınızmı mənimlə? Razıyam, əlbəttə razıyam. Dediyim kimi, bu məsələ burada sırf ekonomik faktor deyil ki, sən işləmirsən, qazana bilmirsən. Sən qazancın yollarını tapa bilmirsən. Sən həll yolu tapa bilmirsən. Sən bir problemin içindən çıxış təklif eləyə bilmirsən. Məsələ budur. Ailə də böyük idarəçiliyi istəyir. Yəni, məsələ orada sırf çörək deyil. Məsələ odur ki, yəni, ailə qurulanda sadəcə xoş günlər və sevincli anlar gəlmir. Bir sürü yeni problemlər çıxır ortaya və bu, yəni, münaqişə mənasında problem demirəm. Uşaq var, uşağın təhsili var, yoldaşın var, onun işi, karyerası, həyatı, evin, eşiyin, strukturu. Yəni, bunlar yeni problemlərdir əslində, həll olunmalı problemlərdir. Və sən əgər bu gün sadəcə bir çörək pulu belə qazana bilmirsənsə, sən o problemləri necə həll edəcəksən? Yəni, bu daha rahat olan bir şeydir əslində çörək pulu qazanmaq, nəinki o qədər kompleks problemləri həll eləmək. Bir də bir nüansda var, bilmirəm, razı olacaqsınız məndən yox. Bizə elə bil ki, evliliklər baş verir, o toylar, o dəbdəbələr, o xərclər çəkinir, o insanları məmnun yola salmaq toydan, o cehiz məsələsi, ev və yaxud da kirayədir və yaxud da doğmalıq hissi gəlmir. Bəli, elədir. Çünki bilirsiniz, münasibətlərdə doğmalıq hissinin olması çox önəmlidir. Doğmalıq, sən onu özününki kimi qəbul edə bilmirsən. Çox asan keçə bilirsənsə ondan, demək ki, sən onu özününki kimi qəbul edə bilmirsən. Düzdür? Təbii ki, düzdür. Mən əvvəl o doğmalığı deyim və sonra o tərəddüdə münasibətimi bildirmək istəyəcəm. Demək, o bizim klassik ədəbiyyatda da çox gözəl bir deyim var. Bizim klassiklərdən birinin deyimidir. Deyir ki, kim ki cananı üçün canın sevər, cananın sevər. Kim ki canı üçün cananın sevər, canın sevər. Yəni, sən əgər sevdiyin insan üçün özünü sevirsənsə, onda sən sevdiyin insanı sevirsən. Yox, əgər sən özünü sevmək üçün, sevdiyinə görə onu sevirsənsə, onda özünü sevirsən. Görün, necə böyük bir formuladır, çox böyük bir hikmət var burada və bu bir həyat kredosudur. Bu həqiqətən belədir. Yəni, sən özünü hətta sevdiyin insan üçün sevə bilirsənsə, artıq sən maniyələrdən danışmayacaqsan. Bu unikal bir şeydir, böyük bir şeydir. Bax, bu əsas məsələdir və bunun ilk sevgi anından ta həyatın bütün çətinliklərini keçib son anına gələnə qədər və mən ümumiyyətlə efirdə özündən misal gətirməyi sevmirəm, amma bəzən təcrübə də lazım olur. Bəzən təcrübə lazım olur. Siz təsəvvür eləyin ki, mən elə bil ki,
Su içə Üzr bilərsiniz, istəyirəm. zəhmət olmasa. İndi davam edəcəksiniz Natma xanım. Amma biz biraz əvvəl Yusif bəylə söhbət eləyəndə qaldıq xəyanətdə həm də. Çünki xəyanət də bugün bizim Azərbaycan ailələrinin dağılmasında birinci pillələri tutur. Xəyanət də dedikdə biz hər zamanmı yəni evdəki kişinin hansısa bir xanımla, misal üçün, amma bugün bəzən biz görürük ki, hətta qadın artıq, yəni var bu. Var, Yəni bu təbii ki, fakt var. çox ağırdır. Təəssüf ki, Mən var. bunu heç təmiz cümlə kimi deyə də bilmirəm. Çünki doğrudan da mən tamam başqa bir dəyərlərlə böyümüşəm. Yəni mənim də ailəm çox möhkəm ailədir. Yəni baba, nənə nümunəsi var, ana, ata nümunəsi var. Yəni o demək deyil ki, hər gün biz səhərimizi açmışıq, misal üçün də gözəl, xoşbəxt falan. Təbii ki, mübahisə də olan da olub, problem də olub, çətinlik də olub. Ona görə mənə bugün Azərbaycan qadını üçün bu fikri söyləyəm. Amma Azərbaycan qadınından qaynaqlanan xəyanətlərə görə də bugün boşanmalar var. Var. Çox təəssüf. Mən demirəm, hər zaman, indi o xəyanət edən qadınlar da bir-iki nəfəri məni izləyirsə, deyəcək ki, elə hər zaman kişi xəyanət etməlidir. Amma bunun bioloji bir səbəbləri, izahı da var da, düz demirəmmi? Var, əlbəttə var. Ümumiyyətlə, bioloji olaraq kişilər poliqamdırlar, amma qadınlar monoqamdırlar. Yəni, kişilər, bax, budur da, yəni. Türkcə desək, çox eşlidirlər, qadınlar tək eşlidirlər. Və burada nə qədər xoş olmasa da deməliyəm, kişi bəzən yəni evlilikdən kənar münasibətlər ki qurur, həmin o münasibətlərdə sırf şəhvani hisslərlə eləyir bunu və orada mütləq mənada sevgi və hörmət işin içində olmur. Yəni nə qədər anormal səslənsə də yenə deyirəm, ola bilir ki, bu qətiyyən bunu müsbət bir şey kimi demirəm, yoxsa bunu təşviq eləmək üçün demirəm. Amma ola bilir ki, kişi evindəki xanımını sevir. Hələ də sevir, hələ də hörmət edir, amma yenə xəyanət edir. Yəni, bu mümkündür. Amma qadında bu biraz belə deyil. Qadın xüsusi sevgi, xüsusi simpatiya, hörmət duymadığı insanla münasibət qura bilmir. Və ona görə qadınlarda bu şeylər kişilərdən daha az olur. Yəni, qadın artıq o yola gedibsə, o ailə bir yerdə dura bilməz. Təbii, indi yox. Yəni, aylar əvvəl, illər əvvəl bitib o ailə ki, qadın artıq o addımı ata bilir. Amma kişilərdə bu biraz fərqlidir. Amma ümumi olaraq, xəyanət eləmək üçün bəzən insanlar görürsünüz ki, özlərinə müəyyən haqlı səbəblər yaradırlar ki, yəni o mənə lazımi diqqəti vermirdi, mən də belə elədim və yaxud da o məni anlamır, amma filan kəs anlayır, ona görə onunla mən münasibətə girəsi oldum. Səhv eləməmsə Voltaire'in sözüdür. Deyir, kainatda işıq görmək istəyənlər üçün kifayət qədər işıq var, qaranlıq görmək istəyən üçün də kifayət qədər qaranlıq var. Yəni, siz nə görmək istəyirsiniz? Siz əgər xəyanət eləməyə bəhanə axtarırsınızsa, istənilən Allahın qulu sizə o bəhanələri verə bilər. Heç kim ideal deyil. Amma siz ailəni davam elətdirmək istəyirsinizsə, siz onu da istəsəz əslində öz partnyorunuzdan. Təbii ki, bayaq dediyim boşanmalı ailə var, boşanılmamalı ailə var. Əgər boşanılmamalı ailədirsə, yəni qarşındakı insan adekvat insandırsa, normal insandırsa, yəni onunla boşanmamaq üçün, ailəni davam elətdirmək üçün kifayət qədər səbəb tapa bilərsiniz. Fədakarlıqda olsun, ailəsi üçün çalışmağında olsun və yaxud da münasibəti, öz fikirlərində nə qədər qarşı tərəfdə nəzərə alır və s. və s. Yəni bunları istəyirsinizsə görə bilərsiniz. Məsələ o Voltaire'in dediyi kimi işıq mı görmək istəyir, yoxsa qaranlıq mı? Natvan xanım, təcrübədən danışırdınız. Yəni onu demək istəyirdim ki, yəqin güzəştləriniz çox olub, hə Natvan xanım? Şübhəsiz ki. Və mən səmimi deyəcəm, təsəvvür edirəm, mən dissertasiyamı yazandan sonra, romanımı da bitirəndən sonra, evlatlarımı evləndirəndən sonra və hər ikisindən nəvə görəndən sonra, hamı üçün maşallah olsun, demək, bir an hərdən özümdə düşünürəm ki, şübhəsiz ki, bu mənim üçün son deyil. Mənim də çatmaq istədiyim hədəflər var, görmək istədiyim günlər var. Amma bununla belə, yəni ən böyük arzularıma yetmiş kimi, amma yetəcəklərimi də göz önünə alaraq hərdən düşünürəm ki, amma mən, məsələn, mənim uşaqlarımın 35 yaşı heç yoxdur. Mən onları köməksiz qoymayım. Səhhətimdə bir problem yarananda özümə təlqin eləyirəm ki, mən onları köməksiz qoymayım. Və yaxud da ki, ömür yoldaşımı, yox, onun üçün çox çətin olar. Ən az onun üçün mən hökmən sağalmalı və yaşamalıyam. Nə vaxt düşünürsünüz, ay Natvan xanım? Təsəvvür edirsiniz ki, bax, o həmin fikrə gətirirəm. Yəni, siz, yəni, o sevdikləriniz üçün özünüzü sevmək, bax, bu çox mühüm məsələdir, bu bir. İkincisi, bayaq siz o evlənməkdə tərəddüd
keçirənləri dediniz. Çox qəribədir. Məhz dünən olmuş bir hadisəni qısaca deyim. Buyurun. BEDO-da bizim jurnalistika fakültəsində həm bakalavr, həm magistr oxumuş və magistraturanı qurtarmış 2 tələbəmizə rast gəlmişdim. Və qəfil, ay müəllimə falan görüşdülər, hal-əhval tutdular və söhbət əsnasında mən çox ani bunların institutun birinin yanındaydı bu rastlaşmağımız. Onların qızlara reaksiyasını hiss elədim və onlara ayrılanda karyerada uğurlar dilədim. Amma dedim ki, həm də karyera çox mühümdür, daha böyük uğurlar arzulayıram, hər ikisi mediada işləyir. Amma bununla paralel həyatınızın xanımını tapın. Həyatınızın xanımını tapın. Bu çox mühümdür və hətta türklərin çox tez-tez işlətdiyi bir misalı onlara dedim ki, kişinin işi və eşi uğurlu olsa, yəni seçimi düzgün olsa, o xoşbəxtdir. Yəni bunu sizə arzu eləyirəm dedim. Ayrılmaq istəyirdim, həmən reaksiya verdilər və biri dedi ki, ay müəllim, o hələ çox tezdir, siz deyirsiniz. Deyirəm ki, siz indi neçə yaşında oldunuz? Bizim tələbəmiz olublar əvvəl. 25 və 25-in altında bir rəqəm dedilər. Çox yaxşı, hələ yaxşı vaxtda eşidiblər. Mən də dedim ki, bu tanışlıq üçün tez deyil. Tanışlıq Əlbəttə ki. üçün tez deyil. Çünki tanışlığın müəyyən bir müddəti də var. Deyəndə o dedi ki, hələ nələr var, evlilik təklifi, üzük taxma, nə bilim nə biraz saydı. Sonra o birisi tələbənin o birisi tay deyir ki, oy hələ onu bir tər yola vermək olar. Ondan sonra tanışlığın yıl dönümü, evlilik təklifinin yıl dönümü və üzüyün yıl dönümü və mən bilirsiniz nəyi demək istəyirəm, sözü nəyə gətirmək istəyirəm. Müəllim, çox problem çoxdur. Mən onlara dedim ki, bu kapitalizmin gətirdiyi bir şeydir. Çünki müəyyən iş adamları var, müəyyən qurumlar var. Onlar öz bu şeyləri təşkil eləyirlər, onu sonra sosial şəbəkələrdə paylaşırlar, reklam tuturlar. İnsanlar deyib yeyib içmək üçün pandemiyadan sonra bəhanə axtarır. Bunlar da gözəl səbəblərdir də. Və sizi buna təşviq eləyirlər. Bunu çox da ciddiyə almayın. Bu, əlbəttə, zənginləşə gedir. Amma mən inanıram ki, həyatımı müşahidə edən bir insan kimi bilirəm ki, bu bəlkə biraz da artacaq bu törən məsələləri. Amma müəyyən bir həddə bəlkə də sonra da bunun hamısı yığışdırılacaq. Çünki insanların bir-birini tanımaq və bir-birini sevmək imkanları azalır. Bütün bu törənlər o qədər həddə gəlib çatır ki. O bütün diqqəti dağıdır. O, bilirsiniz necədir? Düzdür, insanların bir-birini tanımasına imkan yaratmır. Mən sizə deyim ki, bax, o balayı var ha. Ondan heç tam razı qalanını mən görməmişəm. Biraz kasıbı istəyir filan yerə getsin. Biraz varlısı deyir ki, niyə biz filan yerə getdik, gərək filan yerə gedəydik. Ondan daha varlısı yaxtada bunu keçirmək istəyir məsələn. Və gəlir nəticədə nə olur? Heç biri xoşbəxt olmur. Göstəriş. Göstəriş. Bu adamda oldu, məndə də olmalıdır. İnsanları, çox üzr istəyirəm, o sevgi aktını yaşamağına mane olur hətta. Bu qədər də çox genişləndirmək düzgün deyil. Və o göstərişlə qurulan ailələrin də elə çoxu dağılır. Bunu da yəni görürük biz. Məsələ belədir. Bu, mən yenə deyirəm, ola bilsin. Orada nə qədər mübahisələr olur, ay Yusif bəy? Orada bilirsiniz nə qədər mübahisələr olur? Şərtlər deyil bunlar, şərtlər qoyulur burada. Mən bir şey demək istəyirdim, sadəcə bu xanımın dediyi kimi o törənlər, o adət, rituallar da belə deyək, diqqəti o əsas məqsədlərdən uzaqlaşdırır. Bu, mən deməzdim o adətlər bunu eləyir, bizim adətlərə yanaşmamız bunu eləyir. Çünki nişanlılıq prosesi deyə bir şey var. Bu nişan əslində üzük taxıb tort yemək üçün deyil. Nişanlılığın elə... Şəkil çəkdirmək üçün. Yəni, nişan deyə bir şeyin məqsədi odur ki, biz artıq yəni bu cütlükləri, yəni ətraf da tanısın ki, bunlar nişanlıdırlar, bunlar bir-birini tanıma periyodundadılar. Və onlar bir-birini tanıyandan sonra əgər hələ də düşünürlərsə ki, biz düzgün bir cütlüyük, biz evliliyə uyğun tərəfləri, ondan sonra evlənirlər. Amma gəlin görək, indi biz Azərbaycanda vəziyyət necədir? Nişan artıq elə toy kimi bir şeydir. Yəni nişanı qaydanda artıq bu bir katastrofadır ki, kimsə nişanı qaytardı. Amma nişan əslində onun üçündür ki, bunlar bir-birini tanısınlar. Xına yaxdı, həri mərasimə. İnanın, orada o
O qədər çoxdur ki, o pozulanda sizin dediyiniz situasiya yaranır. Əslində o bir tanışlıq prosesidir. Kiminsə evlənib bir evə cütlüklər bir-birlərini tanısın deyə. Yəni məsələ orada problem törəndə deyil də bizim törənlərimizin biraz şəklini dəyişdirmişik. Onları düzgün interpretasiya eləmirik, düzgün anlamırıq onun funksiyası nə üçündür və yəni nişan oldu xınayaqdır mərasimi. Yəni bu deyil axı. Həmin də biz itirmişik. Məsələn, bir adam öz toyuna 1000 adam dəvət eləyirsə, o toya dəvət olunan insanlar o funksiyanı daşıyırdı ki, bizim nənələrimiz, babalarımız toy eləyəndə. O insanlar həm də bir şahid rolunu oynayırdılar, bir məsuliyyət daşıyırdılar ki, bax mən də razıyam ki, bunlar evlənsinlər. Mən də razıyam ki, o toya seçilən insanlar çox önəmli idi. Və o çox önəmli. Amma indi təsəvvür eləyən adam 500 adam, 1000 adam toyuna adam çağırıbdı. Sonra bunun evladı boşananda o adamın eləsi var ki, 3 ildən sonra bilir ki, onun oğlu boşanıb. Bu bir heyrət bir şeydir da bu. Tanımırlar bir-birlərini. Adamlar var bugün. Ya biz əgər bunu saxlayırıqsa, onda funksiyasını da saxlayaq. Siz təsəvvür edin, bir adam ortaya gəlmir ki, iki narazı qalan ailəni bir məxrəcə gətirmək üçün bir adam tapılmır. Niyə görə? O ciddi problem. Baxın, əvvəlki mən uşaq olanımı xatırlayıram və əsərlərdən oxuduğumu xatırlayıram, folklordan bilirəm ki, amma əvvəldə o toyda olan 3 adam, 5 adam o məsuliyyəti öz üzərinə götürürdü. Və o ailənin dağılmaması üçün əlindən gələni eləyirdi. Bəli. Belə bu şəkildə də bu barədə istəyərdim bir şey deyim mən. Bayaq siz verilişin əvvəlində süjet oxudunuz. Cənab prezidentin dediyi kimi, yəni bizim ağsaqqal, ağbirçək anlayışımız var və bunlar bunu itirmək istəyirlər. Tamamilə o məsələdir bu. Yəni əvvəl bir ağsaqqal anlayışı olardı və yaxud da ağbirçək anlayışı olardı. Həmin xanımın dediyi kimi ailələr arasında müəyyən problemlər olanda da onların üz tutacaqları ağsaqqalları olardı və onlar onları barışdırardı. O ağsaqqal, ağbirçəklər də nümunəvi insanlar idi. Onlar boşanmış deyildi, onlar estetik əməliyyat olunmuş deyildilər. Siz bir 15-20 il sonra bu ağbirçəkləri təsəvvür edirsiniz, bunların dodaqları yekə, bədən şəkilləndirmə əməliyyatında olan qadınlar, yəni boşanmışlar, ikinci dəfə ailə quranlar, üçüncü sevgili tapanlar. Ya bunlar mı olacaq ağbirçək, ağsaqqallar 15-20 il sonra? Hətta sosial çərçivədə olması nə qədər pisdirsə, amma o qədər dözüləndir. Bunu bilirsiniz, dözülməyən tərəfi hardadır və ailələrin, gənclərə nə pis nümunə olur. Bəzən mən özüm də media işçisiyəm, 30 ildir jurnalistikadayım da. Bəzən medianın burada çox böyük səhvi olur. Yəni səhv nədən ibarətdir? İnsanın iki sevgilisi var, bir başına qapaz vurduğu əri var, amma adam bir də görürsən ki, proqramın birində elə bir şeylər danışır ki, və evdə ya ata yana deyir ki, bu filan kəsdir və evlad görür ki, necə yaşamağın əhəmiyyəti yoxdur. Əsas odur ki, səni ekspert kimi sayırlar. Və gəlib buraya efirə çıxasan. Və bu çox paradoksal bir şeydir. Çox qorxulu bir şeydir bu. Bizim qısa bir reklam aramız var. Birazdan davam edəcəyik. Sabah Elnarə ilə davam edir. Azərbaycanda ailə dəyərləri, boşanmalar niyə artır? Bu mövzuda söhbətimizi davam etdiririk və təbii ki, studiyada mənimlə bərabər Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin müəllimi, media üzrə ekspert, ilin qadın yazıçısı Natəvan xanım Dəmirçioğlu və sosioloq Yusif bəy bizimlə bərabərdir. Əslində danışdıqca, müzakirə etdikcə çox mövzular ortalığa çıxır və inandırım ki, bəzi mövzular çox dərindir, amma doğrudan da bugün boşanmalarda elə bax bu dərinlikdə olan problemlər gətirir, çıxarır ki, bax bugün bu boşanmalar var. Natəvan xanım, sizinlə uşaq məsələsinə toxunmadıq. Biz Yusif bəylə verilişimizin ilk dəqiqələrində bunu, mən istərdim bu barədə də siz öz fikirlərinizi deyəsiniz. Çünki burada boşanma ərəfələrində, alimentlərdə, uşaqlardan istifadə, yəni uşaqları silah etmək, hətta uşağa nəyisə örgədib onu danışdırmaq, nə bilim, ataya bunu deyərsən, anaya bunu deyərsən, nəniyə bunu. Yəni o uşaqların gələcəkləri, quracaqları ailə, işləyəcəkləri kollektiv, rəhbər bəlkə də olacaqları hardasa, amma mütləqdir ki, bu özünü göstərəcək. Təəssüf ki. Düzdür. Çox təəssüf.
Bilirsinizmi? Hətta üzr istəyirəm, buyurun. o gələcəkdə elə travmalarla böyüyəndə adamlar gələcəkdə o ailə qurur. O ailəni də möhkəm saxlamaq üçün, itirməmək üçün o qədər qoruyur ki, bəzən o qoruma limiti aşdığı üçün o başlayır orada da zərər verməyə. Özü bilərəkdən etmir bunu. O istəmir ailə dağılsın. O istəmir övladı sıxır, amma görürsünüz ki, orada da problemlər yaranır. Elədir. Bilirsiniz, bax biz evlənməkdən danışırıq da. Evlənmə nə qədər qismətdir, nə qədər talidir, bir ilə də seçimdir, şəxsi seçimdir. Amma valideyn seçimlə deyil. Bax, bunu gərək bütün valideynlər bilsin. Düzdür, uşaqlar bizim istəyimizə görə dünyaya gəlir, amma uşaqların ata-ana seçmə şansı yoxdur. Uşaqların valideyn seçim şansı sıfıra bərabərdir. Ona görə də bunu valideynlər dərk etməlidir ki, yəni valideyn olaraq hər birimiz bilməliyik ki, o uşağın haqqına girə bilmərik. Düzdür. Ona pis günlər, acı günlər yaşada bilmərik. Düzdür. Bu bir. İkincisi, evladına qarşı bəzən amansız olan adamlar olur. Onlar başa düşməlidir ki, bu ailə terrorudur. O terror adı çox ağır sözdür, amma bu təkcə dövlətlərə, nə bilim mən, millətlərə aid bir söz deyil. Ailə bir mədəniyyət ocağıdır. Ailədə bir uşağın haqqını tapdalamaq və ona sözünü demək hüququ tanımamaq, bu dəqiqcə terrordur. Bu ailə terrorudur. Ona görə də valideynin öz evladını bu dərəcədə sıxmağa, bu dərəcədə sındırmağa haqqı yoxdur. Bu bir. İkincisinə qalanda ailələr, bilirsinizmi, insan dünyaya gəlir və avtomatik olaraq onun üçün doğma insanlar, yəni özünün seçim ixtiyarı olmayan insanlar meydana gəlir. Bu onun atasıdır, anasıdır, nənəsidir, babasıdır, əmisidir, dayısıdır, xalasıdır və s. Bunlar sənin doğma insanlarındır. Və o ailələrin münasibətlərində o evladı, o insanlardan məhrum eləmək çox nadanca bir hərəkətdir. Bəli. Bir uşağı öz ana-babasından, məhkəmə koridorlarında onları da istifadə edirlər. Yəni, dindiriləcək yaş var qanunda. Uşağın fikri soruşulacaq yaş var. Amma o körpə uşağı ora gətirmək, qışqır, bağır. Bilirsiniz, olmaz. Bu qeyri-insani hərəkətdir. O uşağı, sən hardan bilə bilərsən ki? Verilişlərə, natıvaxan verilişlərə gətirirlər. Sən hardan bilə bilərsən ki, o uşaqla ana ilə mi daha çox xoşdur, nənə ilə mi daha çox xoşdur? Buna zaman göstərər. İmkan verin, uşağın, axı insan təkcə cisim deyil, insan həm də ruhdur. Baxır, o uşaq bəzən olur ki, o uşağın ruhu tutaq ki, ata-babasını çəkir. Əlbəttə ki. Onun qucağında o özünü daha xoşbəxt hiss eləyir. İmkan ver, qoy hiss eləsin özünü. Bu belə olmalıdır. Yəni, münasibətləri... Bunun üçün də nə lazımdır? Böyüklərin sözü bir-birinin boğazından keçməlidir. Yəni, haradasa uşaqları müəyyən qism nəzərə almaq lazımdır. Düzdür, indi bu gender bərabərliyi zadı meydana çıxıb deyənə deyirlər ki, uşağa görə düzməksə filan, bu absurd bir şeydir. İnsan öz həyatını yaşamalıdır. Sənə harada xoşdur, orada qal, harada xoş deyil, oranı tərk elə filan. Yəni, biz bu proseslərin içindəyik. Bilirik nələr var. Yaxşı həyat yoldaşı ola bilməyən ata, yaxşı həyat yoldaşı ola bilməyən biri yaxşı ata ola bilər? Elə olmur. Ola bilmir elə. Olmur. İnsan necə yaxşı evlad olur, mən verilişlərin birində demişdim. İnsan necə yaxşı evlad olur, eləcə də yaxşı valideyn olur. Necə yaxşı valideyn olur, eləcə də yaxşı nənə-baba olur. Düzdür. Və bunun əksisi də doğrudur. Hə, Yusif bəy? Razıyam. Sadəcə belə bir fikir deyilə bilər ki, o yaxşı həyat yoldaşı deyil, amma yaxşı atadır. Mən düşünmürəm. O biruzə verəcək deyilsə, onun atalığında da illa ki, müəyyən problemlər vardır. Düzdür. Amma bunlar ayrı məsuliyyətlərdir. Və mən biraz bu yanaşmanı bəyənmirəm. Nəyə görə? Bu sanki qarşı tərəfə bir bəhanə və çıxış yoludur. Yəni, mən onsuz da yaxşı yoldaş ola bilmədim, daha nə atalıq eləyəcəm, biz boşandıq, getdik. Yəni, tam tərsinə, sənin yoldaşına qarşı məsuliyyətlərin ayrıdır, övladlarına qarşı ayrıdır. Düzdür, bu məsuliyyətin fərqini bilmək lazımdır. Yəni, sən bugün boşanmış ola bilərsən, amma sən hələ də atasan və yaxud da hələ də anasan. Sən necə dediyiniz kimi gətirib, yəni, qarşı tərəflə olan öz münaqişənə, müharibənə övladları qatırsan, qatmamalısan. Sən
Hətta boşansan belə sən övladın gözündə öz atasını və yaxud da anasını gözündən salmamalısan. Qəhrəman kimi təqdim etməlisən. Əlbəttə, o onun qəhrəmanıdır çünki. O onun anasıdır, atasıdır. Yəni sənin üçün o bitmiş ola bilər artıq boşanmısınız, Ay, amma Yusuf o bəy, övladının mübahisəli valideyni. məsələdir. Bəlkə qəhrəman olacaq bir vəziyyəti yoxdur onun, hə? Necə onu qəhrəman kimi yedirdək uşağa? Qəhrəman deyil bu adamda. Problemləri var. Qadın da problemi ola bilər. Yəni ananın da, atanın da. Bunu necə uşağa elə həzm elətdirək? Yox, qəhrəman ayrı anlayışdır. Belə deyim, qəhrəman olmasa belə, lap ata pis yolun yolçusudur və yaxud da ana pis yolun yolçusu olsa belə, uşağa ata, ana səni sevmirdi demək olmaz. Yox, yəni hər bir halda ona demək səhvləri olub, ananın səhvləri olub, amma o səni çox sevir. Sevgi ilə doğuldun filan, bunları yəni düzdür. Uşaqlara bunları yaxşı təsir olmaz ki, atası, anası onun düşmənidir və yaxud da onu sevmir. Bu yol verilməz. Bundan razıyam, bəli, bundan razıyam. Hər bir halda uşağa demək lazımdır ki, biz səni arzuluyurduq, sənin atan səni arzuluyurdu, ana, yəni sən sevgi ilə arzu olunan bir ailədə dünyaya gəldin, amma qalan problemlər sonradan baş verdi. Müəyyən yaş var ki, ora çatan da bəzi şeylər sənə izah olunur. Bu hardasa uşağa yaxşı təsir edər. Elədir. Bir də bugün, biraz əvvəl reklam arasında toxunduğum bir məsələ var. Bugün oğlan anaları, oğlanlarını evləndirməkdən qorxurlar. Qorxuların səbəbləri əslində çoxdur. Burada ən birinci qorxu odur ki, oğlunu itirməkdən qorxur. Valla elə bir his yaşamamışam sözün açığı. Amma sizə deyim ki... Yox, mən də oğlumu evləndirməmişəm, itirməmişəm. Maşallah evdədir, hər şey yaxşıdır, balacadır, amma təcrübələrə görə danışmaq lazım. Yəni siz istəyirsiniz ki, cəmiyyətdə olan problemlər açılsın da, çözülsün. Çünki bilirsiniz necə, bir ana da, bir oğul anası da oğlunun evlilikdən narahat olanda, o boşanmalara gətirib o səbəblər də çıxara bilir. Boşanmalara bilirsiniz, mən səbəb sırf bu qorxu gətirib səbəb olmur. Bu da bir səbəbdir. Amma bu qorxu ucbatından valideynlərin çox, bayaq sizlə söhbət edəndə ki, dediniz, yəni bəzən insan sevgidən ifrat sıxır. Yəni valideynlər o qorxu ilə ki, məndən oğlumu alacaqlar, övladımı məndən alacaqlar, o qorxu ilə bəzən etməməli olduğu şeyləri eləyir. Sıxmayacağı qədər sıxır və bu daha böyük problemlərə gətirib çıxarır. Yəni sən qurulan yeni ailənin sərhədlərini qəbul eləmirsənsə, tanımırsansa və hörmət eləmirsənsə, istər-istəməz, yəni dövlətlərdə də belədir. Yəni sərhəd keçiləndə nə baş verir? Savaş çıxır. Yəni burada da savaş çıxmağı qaçılmazdır. Yəni qarşı tərəfin yeni olsalar, gənc olsalar belə, ailə kimi bunlar hələ yeni qurulmuş olsa belə, sən onun sərhədlərinə, qırmızı xətlərinə hörmət etmirsənsə, əksinə sən özün onu itirmək üçün addımlar atmış olursan. Yəni qarşı tərəf artıq səndən qaçmağa çalışacaq, çünki bu səni özünə hücum eləyən bir tərəf kimi görür. Sən mütəmadi olaraq onun sərhədlərini pozan bir tərəfsənsə, biz necə yəni mütəmadi sərhədlərimizi işğal eləməyə çalışan, keçməyə çalışan birindən dostluq münasibəti qura bilərik. Avtomatik biz müdafiə rejiminə keçirik. Ailələrdə də belədir, insanlar arası münasibətlərdə də belədir. Ona görə mən həmin gənc analar olsun, orta yaşlı analar olsun, məsləhət görərdim ki, yəni oğulu itirməkdən qorxmaqdan daha çox oğullarının sərhədlərini tapdalamaqdan qorxsunlar. Yəni özlərinə. Yəni oğulu sən bir şey eləyə bilməzsən, onu dəyişə bilməzsən, amma ki sən öz davranışlarına bir çəki düzən verə bilərsən. Ən azından buna riayət eləməyə çalışmalıdır valideynlər. Əslində, baxın, biz Azərbaycan ailələrində biz uşaq dünyaya gələndən sonra, dinləməyə başlayandan sonra, danışmağa başlayandan sonra bizim ona öyrətdiyimiz, yəni məsləhət verdiyimiz məsələlər var da. Misal üçün, sən yaxşı həkim ola bilərsən, sən nə bilim, yaxşı futbolçu ola bilərsən, sən yaxşı müəllimə ola bilərsən. Amma biz onlara, sən yaxşı bir həyat yoldaşı ola bilərsən, sən çox gözəl bir xanım ola bilərsən, arvad ola bilərsən, ər ola bilərsən. Mənə elə gəlir ki, biz indi uşaqlarımıza bunları öyrətmirik. Yəni, uşaqdan soruşanda böyüyəndə nə soruşursan ki, böyüyəndə nə olacaqsan? Həkim, hakim, o, bu. Amma uşaq demir ki, mən xoşbəxt olacağam. Yox, bilirsiniz, onu hətta biz öyrətsək belə, düzdür, o deməklə olmur. O ailədə görməlidir. Bilirsiniz, elə şeylər var ki, o elmlə öyrənilir, elə şeylər var ki, təcrübə ilə, görməklə, müşahidə eləməklə, yaşamaqla öyrənilir. Elə ailələr də var, natamam ailədir də. Məsələn, biz ailədə, yəni uşaq nə görsə, xeyli dərəcədə onun mənəviyyatına təsir eləyir.
Bayaq siz indi elə reklam arasında da öz nənənizə olan məhəbbətinizdən danışırdınız. Onu mən yəqin ki, anam yaradıb məndə. Mən belə Əgər düşünürəm. bilirsiniz nətərdir? Əgər ailədə uşaq görürsə ki, məsələn, onun atası öz anası haqqında, məsələn, mənim yoldaşım həmişə deyirdi ki, mənim anam elə bir ki, bərəkətdir. Əgər uşaq görürsə ki, onun valideyni, öz valideynini bərəkət hesab eləyir, o da öz valideynini elə hesab eləyir. Elə böyük-kiçik məsələsinə gəlir çıxır. Amma ona sən 100 deyinən ki, evdə tutaq ki, məsələn, yaşlıların, qocaların olmağı, nənənin, babanın olmağı bu dərəcədə yaxşıdır. Amma sən özün onu sərgiləmirsənsə, nəticə əldə eləyə bilməyəcəksən. Mütləq burada şəxsi nümunə rol Boşanmalara səbəb ki, müxtəlif amilləri bugün müzakirə etdikdə, eyni zamanda biz Yusif bəylə serialların, yəni izlənilən serialları da dedik, bəli, öz aramızdakı söhbətdə. Təbii ki, burada telefonlarda izlədiyimiz həyat hekayələrinin də çox böyük rolu var. Yəni, bugün boşanmalarda telefonların da, yəni orada gördüyümüz, siz açırsan birinin səhifəsini, görürsən ki, onun toyu belə oldu, bunun həyat hekayəsi belədir, bu ora gedir, yeməyini bölüşür, həyat yoldaşı bunun. Misal üçün, bir insan da fərqlidir də, bir xanım da gəlir, öz yeni evlənmiş həyat yoldaşına deyir ki, biz də belə fotosesiya etməliyik, biz də bu yerlərə getməliyik, gəzməyə filan. Amma adamın xarakteri var, adam istəmir, sosial platformalarda olmaq istəmir, yəni xanımının qucaqlayan yerdə, evdə yeməyi, adam evini bölüşmək istəmir də. O ona özəl bir yerdir. Yəni, bunun da üstündə inanın ki, mübahisələr olur. Yox, şübhəsiz ki, mən bayaq da onu dedim ki, bu kapitalist cəmiyyətinin tələblərindən və mexanizmlərindən biridir. Onun əksəriyyətini, o işi quran adamlar ilkini eləyir və paylaşır. Məsələn, tutaq ki, evlilik təklifidir. Bir dizayner bunu qurur, deyir ki, mən bu törəni təşkil eləyirəm. 2-3 də əməkdaşı olur, bu törəni təşkil eləyir. Adam tapmayanda ailədən birini eləyir, qardaşının bacısını, qardaşının xalası, qızını, axır ki, bunlar bu törəni qurur və bunu sosial şəbəkədə paylaşır. Artıq o öz bazarını qurur. Bu kapitalizmin xüsusiyyətidir. Amma sənə nə lazımdır, sən ona getiyinə. Məsələ budur. İkinci, sizin dediyiniz həmən məsələlər, məsələn, səhər yeməklərinə çıxmaq. Bunları ilkin anında şəkil çəkdirmək üçün. Təsəvvür eləyin ki, bunu o kapitalist sistemində o iş adamı, onun menecmenti bunu təklif eləyir ki, belə bir variant seçək. O deyir ki, buyurun seçin, seçirlər, paylaşırlar və bunu artıq kütləviləşdirirlər, o yerə gətirirlər. Məsələ ondadır ki, bu törənlərin artması bir tərəfdən yaxşıdır, çünki həyatı zənginləşdirir, həyatımızı gözəlləşdirir, daha maraqlı edir, daha rəngarəng eləyir. Amma bir tərəfdən də sosial bəlaya gətirib çıxardır və bu belə. İkincisi, o yenə o törənlərə qayıdıram. Bizim əvvəldə törənlərimiz olub, indi də olmağı vacibdir. Yəni, o dövrə görə də toylar gözəl keçib də, yəni adətən nənələr. Amma hər şeyin fazlası zərər. Bu çox gözəl məsələdir. Ona görə də yenə deyirəm, o törənə görə insanlar bir-birini dərk etmək, bir-birinə sığınmaq, bir-birindən o anı yaşamaq, o qədər maddiyyat orada söhbətə çevrilir ki, ona vaxt qalmır. İnsanlar bir-birini tanıya bilmir. Bunu nəzərdə tutun. İnsan doyumsuz varlıqlardan da mən əsərimi birində də yazmışdım. Elə ona has alim oxuyurdu, mənə təşəkkür eləyirdi ki, onu çox gözəldir. İnsan doyumsuz varlıqdır. Yəni də tamahkarıq da, o olacaq, bunu istəyəcək, bu olacaq, bunu. Başqa istəyi var, orta səviyyədə yaşayan insanın başqa istəyi var, varlığının fantastik bir gözləntisi var. Heç kəs də razı qalmır. Və siz fikir verirsiniz ki, boşananlar arasında əgər təkcə maddiyyat olsaydı, onda ancaq kasıblar boşanardı. Varı niyə boşansın ki? Amma birdən tərsinə olur. Və yaxud da ki, biz keçən əsrlərə getsək, orada boşanmaların sayı demək olar ki, çox az olub və yaxud da heç olmayıb. Orada maddi vəziyyət qat-qat zəif idi. Yəni orada, üzr istəyirəm, bir daxmada həm yeyirdilər, həm yatırdılar, həm yaşayırdılar, həm nəyisə qeyd edirdilər, nə bilim, hər zaman da səhər durub, misal üçün o qara ikra ilə səhər yeməyi yemirdilər ki. Misal üçün, mənim rəfiqəm toy təşkilatçısıdır və şəhərin ən öndə gedən belə də toy məkanlarından, restoranlarından
quruluşlardan birində təşkilatçılıq edir və biz onunla söhbət edəndə mən şok köçürəm. O deyir ki, Elnarə, o qədər maliyyəni açıqlayır büdcəni, yəni bir toy üçün nə qədər büdcə burada xərclənir. Allah xoşbəxt eləsin, Allah başınızdan töksün. Mənim də əlimdə olsa, vallahi övladım üçün day nələr etmərəm, hansı valideyn istəməz. Amma 2 aydan sonra ayrılır həmin. Nə qədər var belə? Elədir. Bilirsiniz, o toy bəlkə də bizdə medialara düşür, misal üçün də dəfələrlə olub da belə toylar, açırıq xəbərləri oxuyuruq da, misal üçün belə oldu, o gəldi oxudu, bu gəldi oxudu, amma görürük ki, 2 aydan sonra artıq bitdi. Niyə görə? Çünki insanlar burada ancaq bir-birinə maddiyyatı göstərirlər. Göstərişdir. Burada heç inandırım sizi ki, o oğlanla qız da hələ bir-birini tanımır. Onlar, o türklərin bir sözü var, iyi gündə, kötü gündə. Yəni onun iyi gündəsi qalır, amma kötü gündən söhbəti heç getmir o ərəfədə. Ona görə də yəni bir evin içinə girəndə başlayırlar bir-birləri ilə tanış olmağa. Və o tanışlıqda da artıq iplər qopur. Gec olur zaten. Yəni evlilikdən sonra tanımağı başlayırsansa belə, yəni nə olacaq? Yəni boşanacaqsan da axırda yəni. Tanıma mərhələsinin də vaxtı var, evlilikdən zövq almağın, evliliyi artıq yaşamağın da vaxtı, vədəsi var. Mən həmişə ona görə deyirəm, yəni gənclərimiz o tanış olma mərhələsində sadəcə əyləncə kimi baxmasınlar. Yəni mən gedim coffee-shoplarda oturum, söhbət eləyim, 2 dənə şəkil çəkim, özümü göstərim. Bu deyil, yəni evliliyə hazırlıq belə olmalı deyil. Sən qarşı tərəfi tanımalısan, sən onun dəyərlərini anlamalısan, onun üçün hansı qırmızı xətlər var, o adam hansı stres altında və yaxud da ki, çətinlik qarşısında hansı şeylərdən vaz keçməyə hazırdır, hansı şey onun üçün qırmızı xətdir, nə olursa olsun vaz keçə bilməyəcəyi bir şeydir. Yəni bunları bilmək lazımdır, qarşı tərəfi tanımaq lazımdır. Amma dediyimiz kimi, yəni gənclər bunları bilmir, tanımır. Sadəcə o iyi gün məsələsinə fokuslanırlar. Coffee shop, şəkil, restoran, kahvaltı, səhər yeməyi. Axırda bir evin içinə girəndə başlayırlar onlar o kötü günləri yaşamağa. Ona görə hər şeyin vaxtı vədəsi var. Və beləliklə də Azərbaycanın o gördüyümüz ailə modeli məhv olur gedir yəni. Təəssüf. Göz görə-görə, yəni göz görə-görə. Çox pessimist olmayaq. Amma bunu qorumaq fakt var. Statistik rəqəmlərdir. Statistikalar 2023-cü ildə Azərbaycanda boşanmalar üzrə rekord göstərici qeydə alınıb. İl ərzində ölkə üzrə 21.688 boşanma qeydə alınıb. Bir də digər illərə nəzər salaq. 2022-ci ildə bu rəqəm 15.983, 2021-ci ildə isə 17.191-ə bərabər idi. Yəni, baxın, rəqəmlər göz qabağında. 21.000 boşanma nə deməkdir? 42.000 artıq xoşbəxt olmayan insan, bəlkə bir 10.000-ə yaxın ortada qalmış uşaq. Yəni bunlar hamısı hər il belə deyim, cəmiyyətə ixrac edilir. Belə də hələ təxmini bir statistika deyək ki, indi 2024-cü ildir, keçəcəyik təxminən bir ay, neçə gündən sonra 2025-ci ilə və daha sonra 2024-cü ilin statistikası hesablanacaq. Və mən əminəm ki, bu rəqəmlərdən 21.000-in yəni üstündə. Bəli. Ona görə də pessimist yanaşmırıq. Valla mən də istəyirəm burada tam ayrı bir mövzu müzakirə edim, belə də deyim, gülüm, hər şey gözəl, nə gözəldir filan. Verək ki, bunu xeyli dərəcədə azalda bilərik. Daha düşünmək, daha necə deyim, daha fədakar olmaq, təkcə özünü düşünməmək, ətrafa da düşünmək lazımdır və təsir eləyən amilləri yavaş-yavaş aradan qaldırmaq lazımdır. Məsələ orasındadır ki, biz hələ burada kənar amilləri, yan amilləri azaltmaq lazımdır. Biz hələ burada boşanmanın statistikasını göstəririk. Artıq bugün mən əminəm ki, 2024-cü ildə bir statistika aparsalar ki, gənc evlənmək istəməyən gənclər, yəni onun da statistikası çox olacaq. O da ayrı bir mövzudur. O da qıraqda arta-arta gedir, yəni o da başqa bir sorun. O da ciddi bir mövzudur. Yəni gənclər evlənmək istəmir, buradan da boşanma artır. Baxın, acınacaqlı vəziyyətdir. Buradan gənclər evlənir. O gün, misal üçün, bir neçə xanım gördüm. Düzdür, onlar mənim əvvəlki layihələrimi izləyiblər filan. Bir yeməkdə, yəni, görüşdük, belə gördüm, onlar da başqa bir masada oturublar. Vallahi Natvan xanımların, yəni, yetərincə yaşı var. Artıq o yaşda xanımlar nəvə oynatmalıdır filan. Yəni, xanımların üçünün eyni dərdi var idi. Oğlumuzun yaşı artıq 30-un üstündədir, yəni keçib 30-u, amma evlənmir. Bəli. Görürsünüz. Bəli, biraz söhbət etdik onlarla. Dediyimiz səbəblər. Yəni,
bu bir yerə qədər arta bilər. Ondan sonra mənə elə gəlir ki, insanlar şuuru şəkildə bu əlavə yüklərdən özlərini azad eləyəcəklər. Əslində zaten gənclərə bu azad olmaq sərf eləyir. Çünki bir-birinə sarılmaq, bir-birini hiss etmək, bir-birini o da duymaq, doğmalıq dediyimdir də, o doğmalıq. O doğmalaşmaq prosesinin özü mərhələ-mərhələdir. İlk anda hansı mahiyyəti daşıyır? Orta anlarda bu hansı mahiyyəti daşıyır? Yaşlılığa doğru irəlilədikcə o doğmalıq hansı şəkilləri alır? İmkan verin insanlar öz həyatını yaşasınlar. Yəni bugün ehtirasla başlayan bir münasibətin sabah doğmalıq hissinə keçməsi çox normaldır. Burada faciə axtarmayın. Yəni hamısı bioloji faktorlardır da. Yəni ehtirasın da öz yaşı var, öz dövrü var. Qayğıları da qəbul edib onlarla barışmaq lazımdır. Amma durub misal üçün nə bilim hansısa bir boş bir şeylərə görə biraz əvvəl də etdim. Boşanmaq üçün doğrudan da çox ciddi səbəblər olmalıdır. Çox ciddi səbəblər varsa, təbii ki, orada heç bir ailədən söhbət gedə bilməz. Yəni, orada heç bir uşağın gələcəyindən də söhbət gedə bilməz. Təşəkkür edirəm gəldiyiniz üçün. İnşallah növbəti efirlərdə, növbəti mövzularda görüşərik. Nə deyim, ailələrimiz möhkəm olsun, qurulan ailələrin təməli, kökü sağlam olsun, valideynlərin niyyəti gözəl olsun qurulan ailələrdə. Bu da çox önəmlidir. Övladlarına düzgün yollar göstərsinlər. Qoy heç bir valideyn övladının acı gününü, pis gününü görməsin. Bunu arzu edirəm və nə bilim, heç bir uşaq da valideynsiz böyüməsin. Yəni, bu da oradan da ən belə bu məsələnin həssas yeridir. Biz sizinlə sağollaşırıq. İnşallah gələn həftə növbəti mövzumuz ətrafında müzakirəmiz olacaq.